Bakıda və Abşeron yarımadasında may ayının 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Bilgi TV-yə Milli Hidrometeorologiya Xidməti məlumat verib. Bildirilib ki, səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16 dərəcə isti, gündüz 21-26 dərəcə, atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütun olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq. Sevindli Akifoğlu, Bilgi TV üçün.